Allah bəzi adamlara lütf eləmək istəyəndə ona hər cür günah eləmək imkanı verir və o günah eləmir. O imkandan yararlanmır və inkişaf edir. Əslində, nəsə eləyib inkişaf eləmir, nəsə etmədən inkişaf edir. Etməməklə inkişaf edir. Allah bəzi insanları çox istəyəndə ona böyük imkanlar verir. Yəni, əl-qolu açılır, hər şey eləyə bilər, həyat ona şərait yaradır. Bəzi adamlar deyir, istəsəydim, indi nələr eləyərdim. Yəni, Allah bəzən şərait yaradır ki, eləməyəsən. Hər tərəfdən sənə imkanlar verir və sən o fürsətlərdən yararlanmırsan. Bəli, bəzi fürsət var ki, onu ötürməyəsən, yararlanasan. Amma bəzi fürsətlər elə zaten buna görə verirlər ki, fürsət verirəm, amma eləmə. Bu fürsətdən istifadə etmə. Qazanmaq fürsəti vermişəm, amma bu yolla qazanmam. İnkişaf eləmək, işdə qabağa getmək imkanı vermişəm, dil qabiliyyəti vermişəm, amma gedib kiməsə yaltaqlanmaqla inkişaf eləmə. O deməkdir ki, sən bunu bacarırsan, dili işə salasan, güya ki, zirəyli eləyəsən, cəmaat da bunu zirəyli hesab eləyir və sən qazanasan. Ya Allah, elə o məharəti də sənə vermişdi, imkanı da yaratmışdı şəraiti də, amma onun üçün ki, yararlanmayasan. İstəsəm, bəli, bacararam da, şərait də var, amma bu yolla mən inkişaf eləmək istəmirəm. Bu çox mühüm nöqtədir.